Moskviçin dizayneri Azərbaycanlı olsaydı, o zaman görünüşü belə əsəbi olardı. Qarşınızda BMW implantları ilə təchiz olunmuş Moskviç 2140 AZLK. Amerikan muscle car ideologiyası, Azərbaycan fantaziyaları ilə korporativ qaydalar çərçivəsində olan əməkdaşlığı bu avtomobili tanınmaz bir görkəmə gətirir. Bu və bu kimi digər proyektlər Nicat Qədirovun əməyi sayəsində ərsəyə gəlib. Sanki mobil nömrə qala-qala özündən xəbərsiz bir operatordan digərinə işıq sürəti ilə keçid etmisən. Transplantasiya olunmuş 1,9 litrlik BMW ürəyi Getra 220 sürətlər kutusu ilə birlikdə bu yeni evdə özlərini tam doğma hiss edirlər. Sanki kirayəçi yox, elə əzəldən burada doğulub böyüyüblər. İdman üslublu Recaro oturacaqlar isə sizi o qədər bək qucaqlayıb bağrına basır ki, sizi çox istəməyi boş sözlərlə ifadə olunmur. İSOTA sürətlər kutusu başlığı və sükant keçmişin unudulmaz illəri ilə əlaqəli olan bir mesajdır. Bir sözlə, köhnə 83-82 yeni görkəmdə. Necə deyərlər, tarix heç vaxt ölmür. Eksklüziv və nadir tapılan avtomobillerin ən maraqlı məkanı olan Bakı Avtomolda hər kəsi görməyə şad olardıq. Elə ki, kanalı dəyişməyin. Həmişə kimisinlə Baku Style.